Nərimanov rayonunda yerləşən Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə son zəng qalmaqalı səngimir. Today Press xəbər verir ki, bugün günorta saatlarında sözügedən məktəbdə yenidən gərginlik yaşanıb. Belə ki, son zəng tədbiri ilə bağlı 11-ci sinif şagirdlərindən 150 manat pulun tələb olunduğunu iddia edən bir qrup valideyn məktəbin həyətində toplaşıblar. Onlar bildiriblər ki, sözügedən məbləği ödəmə imkanları yoxdur. Etiraz edən valideynlərdən biri Sevil Məmmədova Today Press-ə danışarkən bildirib ki, məktəb direktorundan tələb olunan məbləğin bir qədər azaldılmasını rica etsələr də o buna məhəl qoymayıb. Hər şeyi yüksək səviyyədə etmək istədiyini bildirib. Dedi ki, sizin uşaqlarınız qalacaq qıraqda, onlar iştirak eləməyəcək. Biz də bununla bağlı etirazımızı etdik. Yəni bizim heç şikayət etmək belə deyək də fikrimizdə yox idi. Sadəcə uşaqlara edilən o psixoloji, mənəvi, o səsdən sonra onlara o edilən, yəni bu dəfələrlə olub da, bir-iki dəfə də mənim də qızımın üstünə belə yüyürüb ki, niyə sənin valideynin bu sözü deyib, o sözü deyib. Ona görə biz artıq istəyirik ki, haqq öz yerini tapsın. Uşaqlarla yəni lazım deyil, maddiyyat söhbətini eləmək, uşaqlar hazırlaşıb, onlar son zəngə çıxmalıdırlar. Onların da haqqıdır, bu məktəbin 11 ildə onlar oxuyublar. 11A sinifinin rəhbəri Yaqut Allahverdiyeva isə məsələ ilə bağlı Today Press-ə danışarkən qeyd edib ki, sözügedən məbləğ şagirdlərdən tələb olunanda o məktəbdə olmayıb. Müəllimlərdən də 8000 pul yığıb. Müəllimlər düz yaltaqdırıb, oyunlarını almayacaqlar, qorxularından. Amma mən qorxmuram, düz deyirəm. Məndən yaxın olsa 50 manat ver, mən də vermədim. Xahiş edirəm bu barədə tədbir görsün. Görməsə, gələcəkdə bu uşaqlardan biz haqq, ədalət, vətənpərvərlik tələb edə bilmərik. Bizim üzümüz olmaz ona. Ayıbdır. Belə təhsil olmaz. Hadisə ilə bağlı Bakı şəhər üzrə təhsil idarəsinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılır və nəticə barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, bir müddət bundan öncə sosial şəbəkələrdə 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Museyevliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. İddialara görə səs yazısında o son zəng üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir. Töhfə Səməd, Türkan İskəndərli, Today Press.